hər hansı bir yerdə qala bürclərini görmək başqa bir təəssürat yaradır. Qalalar əsrlər boyu insanların sığınacaq, müdafiə və ümid yeri olub. Abşeron qalaları vahid müdafiə sisteminə daxil olan tarixi və mədəni baxımdan olduqca əhəmiyyətli abidələrdir. Qarşısında dayandığımız qəsr Qala Dövlət Tarix Etnografiya Qoruğunun baş memarlıq abidəsidir desək, yanılmarıq. Buranı gəzərkən qeyri-ixtiyari içəri şəhəri xatırlayırsan. Şəhəri bir-birindən ayıran qala divarlarının arxasında ayrı bir aləm yaşayır. Bu hal burada da təkrarlanır. Möhtəşəm görünüşü ilə zamana meydan oxuyan qala qoruğu tarixin əsrini, nəfəsini yaşadır. Qala Dövlət Tarix Etnografiya Qoruğu Qala kəndində yerləşir və burada 1988-ci ildə qoruq yaranmışdır. Qoruğun ərazisi 81,5 hektardır və qoruğun himayəsi altında 228 abidə qorunub saxlanılmaqdadır. Bunlar həm yerli əhəmiyyətli, həm ölkə əhəmiyyətli abidələrdir və qoruq ərazisində yerləşməkdədirlər. Qoruğumuz ərazisi geniş olduğundan 4 məhəlləyə bölünmüşdür. Vaxtı ikən tarixi məhəllələr olub və bu məhəllələrin hər birində öz hamamı, öz məscidi, öz məhəllə bazarları mövcud olub. Hal-hazırda qoruq ərazisində yerləşən abidələr qoruq tərəfindən qorunub saxlanılmaqdadır. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruğun tarixi hissəsində Balaverdi məhəlləsində muzeylər kompleksi yaradılmışdır. Hal-hazırda biz arxeoloji etnografik muzey kompleksindəyik. Gördüyünüz bu muzey kompleksinin ərazisi 1,5 hektardır və ərazidə sənətkarlıq nümunələri göstərilir, qədimi evlər, qədimi yaşayış məskənləri nümayiş olunur, həmçinin də arxeoloji abidələr mövcuddur. Abşeronun Qala kəndində Hacı Ramazan məhəlləsində yerləşən qala orta əsrlərdə inşa edilib. Konstruktiv memarlıq xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana kəndlərindəki dördkünc qalalar tipinə aid olan qala haqqında deyirlər ki, vaxtilə çox əzəmətli olub, lakin sonradan dağıdıldığı üçün bürclərdən birinin yerində məscid tikilib. Bir neçə məhəllə olub. Məsələn, olub Balaverdi məhəlləsi, olub Tərkəmə məhəlləsi, Çəmbərəkənd məhəlləsi, olub Həcr Ramazan meydanı, o da məhəllə olub. Sonra Həcr Ramazan meydanında Qalaya dibi meçid olub, o da bir məhəllə olub. Meçidin altında mağarı olub, həmin meçid saat indi də var, durub. Meçidin altı mağarı olub, yol olub buradan. Deyilənə görə bir dənə yol gedir, Dübəndiyə tərəf çıxır dəniz qırağından. Bir dənə də yol deyilənə görə güya gedir, Razin dağında mağara var, oradan çıxır. Həmin bu mağaranın yolu. Sonra Tərkəmə məhəlləsi olub, Tozuqluq olub. Qalanın, məsəl, aşağı məhəlləsində, şimal tərəfində. Orada bayramlarda at yarışları keçirdərmişlər Tozuqluq məhəlləsində. Qala kəndində 2 dənə bugünkü gündə qalamız var. Biri 8-ci əsrdə Şirvanşahlar tərəfindən tikilib. Əfsus ki, bugün onun memarı haqqında məlumatımız yoxdur. Ona görə ki, o daş kitabı itib yoxdur. Sonra ondan sonra da bir qalamız da var ki, Nadir Şah vaxtında tikilib. O da yəni restavrasiya olunub, bugünə kimi qalıb. Qala kəndinə gələndən sonra bu kəndli ki, Şövlandan köçüb gəliblər bura. Oradakı dənizlə əlaqədar olub köçüb gəliblər. Mən deyərdim ki, oradan demək bura köçməyi ilə qalanlar burada məskunlaşıblar yavaş-yavaş. Əvvəlcən evlər tikilib, torpaq altı zirzəmi deyirlər buna. Sonra çıxıblar torpağın üstünə.
usta daşdəmir olubdur. Kəndin hündür şəkili evləri qoşadovlu olub tikibdir mətbəxlərini. 80%-ni kəndin o rəhmətli tikibdir. Qala kəndi memarlıq və tarixi abidələri ilə yanaşı daha erkən çağların izini, yaddaşını özündə saxlayır. Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Qala ərazisində tapılan eradan əvvəl 3-cü minilliyə aid artefaktlar bu gün Qala Dövlət Tarix Etnografiya Qoruğunda mühafizə olunur. Qala kəndinin tarixi qədimdir. Bu haqda biz arxeoloji qazıntılar zamanı aşkar edilmiş qayesli təsvirlərin haqqında danışaraq məlumat verə bilərik. Burada eramızdan əvvəl 3-cü, 2-ci minilliyə aid edilən qayesli təsvirlər var və hər biri tariximizin nə qədər qədim, nə qədər zəngin olmağının bariz nümunəsidir. Abşeronun qədim tarixi abidələrindən biri də kurqanlardır. Kurqanlar qəbir abidələridir və eramızdan əvvəl 3-cü, 2-ci minilliyə aid edilir. Gördüyünüz bu kurqan Türkən kəndində aşkar olunmuşdur və burada bərpa edilərək, daşları gətirərək bərpa olunmuşdur. Və kurqanların özəlliyi ondan ibarətdir ki, mərkəzdə qəbir yerləşir, onun ətrafında dairəvi şəkildə daşlar düzülür. Dairənin ölçüsündən demək olar ki, orada zəngin və yaxud da ki, kasıb insan dəfn olunub. Dairə nə qədər böyükdürsə, insan bir o qədər zəngin hesab olunurdu. İnsanları dəfn eləyəndə onunla birgə şəxsi əşyalarını da qoyurdular. Və tapılan kurqanların içində bir çoxlarında belə abidələr, belə daşlar, belə qablar aşkar olunmuşdur. Qala kəndinin tarixi çox qədimdir. Hətta deyirlər ki, kənd 4 mədəni təbəqədən ibarətdir. Yəni indiki qala 3 mədəni təbəqənin üzərində yaranıb. Qalalıların əkin və bağ sahələri kənddən kənarda salındığından qala şəhər tipli bir yaşayış məskəni olub. Qalada ən qədim tapıntılar Tunc dövrünə aid olub. Arxeoloji tədqiqatlar zamanı kəndin cənub hissəsindən üzə çıxıb. Gördüyünüz bu tikili Abdan adlandırılır. Yəni Abdan, Absudan da yığıldığı yer. Bildiyimiz kimi Bakı kəndlərinin əksəriyyətində, o cümlədən də Qala kəndində biraz su çətinliyi olub. Qala cəmaatında əksəriyyətinin qaladan köçməsinə, şu alana köçməsinə səbəb elə su qıtlığından olubdur. Və insanlar da bu qəbristanlıqda və digər yerlərdə abudanlar tikiblər ki, yağış suları ilə öz məişət tələbatlarını ödəyiblər, içmək üçün digər işlərdə məişət işlərini istifadə ediblər və kəndin özündə də həyətlərdə, keçmişdə, qədimdə əl quyuları olubdu, amma su qıtlığına görə artıq o quyular, əl quyuları istifadəsiz vəziyyətə götürülür və çox vaxtda bu qala cəmaatı, qala insanlar, sakinlərin əksəriyyəti ilə bu abdanlara yığılan sularla öz gündəlik məişət tələbatlarını içmək və digər işlər üçün istifadə ediblər. Qala kəndi Abşeron mədəni irsinin ən zəngin daşıyıcılarından biridir. Paytaxta yaxın məsafədə yerləşən Qala kəndi ta qədimdən öz tarixi və memarlıq abidələri ilə özü də sanki kiçik bir şəhər olub. Əkin və örüş yerləri Qala kəndinin ətrafında. Mərkəzdə isə yaşayış evləri, məscid,
ovdan və hamamlar yerləşib. Kəndin ərazisində çoxlu taxıl quyuları, taxıl zirzəmiləri və anbarları var. Kənddə duz quyuları da çox olub. 20 metrdən bir-birinə aralı quyular qazıyıblar. Naxır bulağına çıxan su gəlibdir, o 10 santi axırdı bu quyuya. 20 metr o yana, yəni xüsusi saxsı turbalarla çəkibdir, yəni düzəldiblər, yer altı çəkiblər o quyudan bu quyuya. 20 dənə quyu çəkib getiriblər, gəliblər yuxarıda. Yuxarıda Qaladibi meydanı deyirlər ora. Taxılçılıq dəmli olardı burada ki, yəni elə su bol olmayıb. Yayda köçərdilər Şuvalana, bağa. Orada əkib biçərdilər. Şuvalanın özünə məxsus meyvələri olub. Alça olub Şuvalanda ki, o Bakının heç bir yerində olmayıb. O alça çox iri alça olub. İri və tumu görsənərmiş, ağ alça deyirlər. Belə baxanda alça, içindəki tumu görsənərmiş hətta. O sort yoxdur indi, təbii ki, itib. Yaxşı üzümü olub, ağ şanısı, qara şanısı, sonra Kəhraba Ağadayı. Bir gün mən özüm, öz bağımda, Şuvalanda, öz həyitimdə, məsəl üçün, sarı kəhrabanı calaq eləmişəm Ağşanıya. Yaxşı bir sort almışam, yəni onunla. Əncilimiz zərif olub, üzümümüzün qabığı zərif olub, başqa bölgələrdən seçilib Bakının meyvəsi. Qala bir sənətkarlıq mərkəzi kimi də Abşeron kəndləri arasında seçilir. Burada ta qədimdən dəmirçilik, keçəçilik, xalçaçılıq inkişaf edib. Lakin onlardan ən başlıcası duluzçuluqdur. Qalada arxeoloji qazıntılar zamanı aşkar edilmiş saxsı məmulatlar bədii cəhətdən kamil sənət nümunələridir. Hal-hazırda biz Duluzçu həyətindəyik. Gördüyünüz kimi həyətlər balaca və həyətdə 1-2 ağac əkilərdir. Gördüyünüz bu ağac püstə ağacıdır. Bugünə qədər də gələn ziyarətçilərimi öz möhtəşəm püstələri ilə sevindirir. Gördüyünüz bu muzeyin ziyarətçiləri hər fəsildə çox olur. Muzeyimizi ziyarət edən qonaqlar gəlib burada qədim sənətkarlıq nümunələri ilə tanış ola bilərlər. Xalçaçılıq, duluzçuluq, çörək bişirmə, nalbənd emalatxanalarında çalışa bilərlər, özlərini bu ustalıq növlərində sınaya bilərlər. Yaşıllığı, bitki örtüyü zəif olan Qala kəndinin gilli, qara, sərt torpağında 100 ildən artıq yaşı olan püstə ağacları var. Püstə ağacı yavaş böyüyür, amma ömrü uzun olur. Duluzçu evinin həyətindəki bu ağacın deyilənə görə 300 yaşı var. Gövdəsi sir küpünə bənzəyən bu ağacın yaddaşında görəsən nələr gizlənib? Soyuğu da, istini də canında hiss edib. Bu həyətdə çalışan sənətkarların səsini bəlkə yaddaşına qazıyıb. Dili olsa nədən söhbət açar, danışardı püstə ağacı. Qala qoruğunda maraqlı tikililərdən biri də gördüyümüz bu evdir. 2 mərtəbəli daşdan tikilən bu ev o zamanlar üçün varlı evi hesab edilirdi. Görünür elə buna görə də bu evə tacir evi deyilib. Biz Abşeron mətbəxindəyik və bu 19-cu əsrə aid edilən bir mətbəxdir, tacir evinin mətbəx hissəsidir. Gördüyünüz kimi Abşeron evləri dublalı evlər olub və hər bir evin mətbəxində bacalar olub. Abşeron mətbəxlərində pəncərələr yoxdur. Həmçinin Abşeron mətbəxlərinin xüsusi bir özəlliyi ondan ibarətdir ki, burada evlərdə suaxanlar mövcuddur və yemək bişiriləndən sonra əllərini yumaq üçün xüsusi yerlər qoyulmuşdur. Qalalılar adət-ənənəyə bağlı insanlardır. Bugün də kənd cəmiyyəti arasında bir-birinə əl tutmaq, xoş münasibət və qayğı göstərmək ata-babadan qalan bir adət kimi yaşamağa davam edir. Kəndin
adət-ənənələrinə gəldikdə isə hər məhəllənin öz ağsaqqalı olur. O ağsaqqal da ki, yəni nə desəydi, o məhəllənin adamı ona qulaq asardı, ağsaqqal kimi. Ağsaqqalın da yəni ki, elə ağsaqqal deyirik, saqqalının saçının ağ olmağına görə döyürdülər. Ağsaqqal da gərək ağsaqqallıq eləyəydi. Məsəl üçün, qan yatırdırdı bu ağsaqqallar, düşmən barışdırırdılar. Yəni, bunların böyük səlahiyyətləri var idi. Ki, məsəl üçün, bu məhəllədən, o biri məhəllədən qızı almaq üçün eləyəndə qızı vermirdilər, eləmirdilər. Yəni, ağsaqqallar işə qaçışırdı. Və bu ağsaqqalların ağsaqqallığı nəticəsində, məsəl üçün, bu həri alardılar. Yəni, qızın atası da deyərdi ki, yəni, mən bu qızı sənə görə verdim. Bax, yəni, sabah nə olsaydı da bu ağsaqqal sinəsini qabağa verib, bu işi yoluna qoyardı. Kənddə bir nəfər sərpayı dirgindi, toy aparan sərpayı olubdur. Bizim birinci sərpayı olmalıdır toyda. Sonra toyxana quraşdırırlar. Məhəllə, hamısı, yuxarı məhəllə, orta məhəllə, aşağı məhəllə. Aşağı məhəllə buralar Tocoğlu adlanır. Qala kəndində Camal nəslidir, Tərkəmələr nəsli. Sırf onlar kəndin hər yerində evləri var, yəni yaşayıblar. Sonra da ki, Atbasanlar nəsli şəcərə ilə. Atbasanlar nəsli, onlar indi də var onların evlatlarından. Atı nal vurmaq lazımdır, girib altına, atını götürüb atı tutub ayaqlarından. Təsəvvür gör necə hündür boy, qüvvətli adam olurlar ki, tutubdur nal bəndi ki, çıxart nalları, çıxartıbdır, vur təzəsini, vurubdur, qoy verir çıxıb altına, atı bıraxıb. Qaladan kəndinin ən böyük bayramlarından biri də Novruz bayramıdır. Hər çillədə hesab edin ki, bayram olur. Bayramın gözəl keçməyi üçün cürbəcür adət-ənənələr olur. Bayramda nişanlı qız gilə gediblər, at çapıblar, sonra cürbəcür oyunlar keçirdiblər, güləşiblər, bayram xonçaları olur. Bayramda uşaqlar üçün oyunlar keçirdilib, aşıq-aşıq oynayıblar, qaç-tutq oynayıblar. Laqqulu deyilən bir oyun var, onu oynayırlar. Sonra bayramın gözəl keçməyi üçün bayram paltarları giyinirlər. Əsas qırmızı, yaşıl, sonra ağ. Bayramın gözəlliyi üçün paxlava, şəkər bura pişiriblər. Cürbəcür yeməklər, aş, dolma, bayram yeməkləri əsas. Sonra sürədə hökmən qoz, fındıq, ləpə, dadlı yeməklər, kim necə başarır, təndir çörəkləri, sonra cürbəcür bayrama görə hazırlıqlar gedib. Onlardan da bir neçəsindən vacibi də at çapıblar. Qalalıların illərdir Novruz ərəfəsində, xüsusilə su çərşənbəsində yerinə yetirdikləri bir adət də var. Buna vəfa borcu, el yaddaşı da demək olar. Çərşənbə adətlərində biri də dünyadan köçən əzizlərimizi yad etməkdir. Elə buna görə də qala cəmaatı bu əziz gündə həyatı boyunca xalqa arxa dayaq duran görkəmli xeyriyyətçi Hacı Zeynalabdin Tağıyevin məzarını qaladan gətirdikləri su ilə ziyarət edirlər. Bu insan bizim Həcc-i İntiqam. Bəli. Bizdə bir belə söz var. Bir yağış həmişə bir dənizə yağmaz ki, bir də quruya da yağsın. Həcc çox ruhu böyük şəxsiyyətdir. İndi bu gün də biz qədir bilən millətin nümayəndəsi kimi birləşdim. Biz idarə heyətinin qərarı ilə Zeynalabdin Tağıyev ordununa gün təqdim edəcəyik. Bu insan hər il gəlir burada
su çərşənbəsi. Bütün bayramlarda Həcciyə minnətdarlıq. Adət-ənənəni davam elətdirir. Bəli. Yurdumuza bahar qədəm qoyur. Qədimdə bütün Bakı kəndlərində qala başında ocaq çatılardı. Adətən yurda basqın təhlükəsi yarananda bir də əziz bayram günlərində tonqallar çatılardı. Nə gözəl ki, indi ölkəmizin hər yerində bayram tonqalları yanır. Birliyimiz, sülhün əmin-amanlığı rəmzi olan bayram tonqallarımız daim yanar düşsün. 32-dən birində görüşmək ümidi ilə deyib sizdən ayrılırıq. Salamat qalın.